Herkese salam. Bugün sizlerle birlikte 2019. ildə keçirilmiş OTK sınavına baxacağıq. Sınav nömrə 1-ə. Vaxt itirmədən ilk sualımızla başlayaq. Deyir, psixometri, quru termometri 12 dərəcə, yaş termometri isə 10 dərəcəni göstərir. Psixometrik cədvəlin köməyi ilə havanın nisbi rütubətini təyin edin. Nisbi rütubəti biz tapmaq üçün əgər psixometrik cədvəldən istifadə ediriksə, bu zaman təbii ki bizə quru termometrin göstərişi və quru ilə yaş termometrin göstərişləri fərqi lazımdır. Bizə quru termometrin göstərişini 12, yaş termometrin göstərişini 10 verib. Onda quru və yaş termometrlərin göstərişləri fərqini mən buradan 12 çıxılsın 10-dan tapıram ki 2 dərəcədir. Deməli, bizim quru və yaş termometrlərin fərqi 2 dərəcəni göstərir. Qayıdıram psixometrik cədvələ. Psixometrik cədvəldə quru termometrin göstərişi burada qeyd olunub. Burada isə quru və yaş termometrlərin göstərişləri fərqi qeyd olunub. Quru termometrim 12 idi, buradan tapıram 12-ni. Yaş termometrin göstərişi burada 2-dir. Deməli, yaş və quru termometrlərin göstərişləri fərqi isə 2 idi. 12 və 2-nin kəsişmə nöqtəsini axtarıram. Baxıram ki, burada 78%-dir. Deməli, nisbi rütubətimiz 78%-ə bərabərdir. Keçirik növbəti suala. Növbəti sualımızda isə bizə deyir ki, cismə təsir göstərən 4 qüvvədən 3-ü şəkildə təsvir edilmişdir. Cismin sükunətdə qalması üçün F4 qüvvəsi hansı istiqamətə yönəlməlidir? Gəlin biz bu verilmiş qüvvələri proyeksiyaya ayıraq. F1 qüvvəsinin Y oxu üzrə proyeksiyası bu istiqamətdə 2 damadır. Bunun 2 Newton kimi qəbul edə bilərik. X oxu üzrə proyeksiyası 1 damadır. Bunu da 1 Newton qəbul edək. F2 əks istiqamətdə 1 Newton, yəni 1 damadır. F3 proyeksiyaya ayırsaq X oxu üzrə 1 dama, yəni 1 Newton. Y oxu üzrə isə 1 dama, yəni 1 Newtondur. Deməli, bizim cismə onda yuxarıya doğru 2, sağa doğru 1 və 1, yəni 2 Newton, sola doğru 1 Newton, aşağıya doğru 1 Newton qüvvə tətbiq olunur. Yekunda bu 1 Newtondan 2 Newton əks istiqamətlidir. Çıxırıq, yerdə 1 Newton qalır. Bu 2 Newtondan bu 1 Newton da əks istiqamətlidir. Yuxarıya doğru 1 Newton. Deməli, yekunda bizim bu 3 dənə qüvvənin əvəzləyici vektoru, baxın, bu istiqamətdə yönələcək. F əvəzləyici. Bizə isə şərtdə deyir ki, cismin sükunətdə qalması lazımdır. Onda sükunətdə qalmalıdırsa, deməli, yekun əvəzləyici qüvvə 0-a bərabər olmalıdır. Onda yekun əvəzləyici qüvvənin 0-a bərabər olması üçün bu F4 vektoru ədədi qiymətcə, yəni modulca buradakı əvəzləyici qüvvəyə bərabər olmalıdır. İstiqamət olaraq isə əvəzləyicinin əks istiqamətində olmalıdır. Yəni, mənfi F əvəzləyiciyə bərabər olmalıdır. Onda deməli, mən əvəzləyici vektoru, daha doğrusu F4 vektorunu əvəzləyici vektorun əks istiqamətində, yəni bu istiqamətdə çəkməliyəm ki, yekun əvəzləyici 0 olsun və sistem sükunətdə qalsın. Doğru cavab variantı olur Y variantı. Davam edirək 33-cü sualına. Hansı cihazdan istifadə etməklə bərk cismin həcmi təyin etmək mümkündür? Burulma tərəzisi xeyr, burulma tərəzisinin həcmi ölçülmür. Areometr sıxlığı ölçən bir cihazdır. Dinamometr bilirik ki, qüvvəni ölçür. Kalorimetrdən isə deməli, həcmi ölçmək, təyin etmək mümkün deyil. Kalorimetrdən biz istilik hadisələrində istifadə edirik. Deməli, düzgün cavabımız menzurkadır. Menzurkadan istifadə etməklə biz bərk cisimlərin həcmini təyin edə bilərik. Keçirik növbəti suala. Nə deyir sualımızda? Deyir ki, proton, yəni hidrogen atomu və alfa hissəcik induksiya xətlərinə perpendikulyar istiqamətdə eyni sürətlə bir cism maqnit sahəsinə daxil olur. Deməli, sürətləri bunların eynidir. Perpendikulyar istiqamətdə maqnit sahəsinə daxil olurlar. Onlara təsir göstərən Lorentz qüvvələri arasında hansı münasibət doğrudur? Məsələni həll etmək üçün təbii ilk öncə Lorentz qüvvəsinin düsturunu yazırıq Q və B. Burada bizə nə deyir? Deyir ki, eyni bir maqnit sahəsinə, yəni bir cism maqnit sahəsinə daxil olurlar. Onda eyni bir maqnit sahəsinə daxil olurlarsa B-lər eynidir. Digər tərəfdən deyir ki, eyni sürətlə daxil olurlar. Deməli, sürətlər də eynidir. Mən onda F-ləri, yəni Lorentz qüvvələrini müqayisə etmək üçün nəyə baxmalıyam? Külərə, yəni yüklərə baxmalıyam. Onda yazıram ki, F alfa bölünsün F proton bərabərdir. Düz mütənasib asılığı da düsturdan da görürük. Q alfa bölünsün Q protona.
Q alfa böl Q proton. İndi məsələ burasındadır ki, bunların Q'su nə qədərdir? H1 1 yazılırsa, proton üçün yük ədədi 1'dir. Deməli, H-ın yükü 1'dir. Helium üçün isə helium 2 4'dür. Orada isə yük ədədi 2'dir. Alfa üçün 2, proton üçün isə 1'dir. Deməli, bu nisbət 2'yə bərabərdir. Onda buradan F alfanı tapsam, 2F protona bərabər olur. F alfa bərabər 2F proton. Düzgün cavabımız olur C variantı. Növbəti sualda deyir ki, lityum və hidrogenin qarşılıqlı təsirindən berilyum və X nüvəsi alınır. Alınan zərrəcik hansıdır? Gəlin buna baxaq. Biz bilirik ki, bu cür nüvə reaksiyalarında saxlama qanunu ödənilir. Yəni, yük ədədlərinin saxlanması və kütlə ədədlərinin saxlanmaq qanunu ödənilir. Burada yuxarıda verilən ifadələr, yəni 7, 1, biz bilirik ki, kütlə ədədləridir. Sağ tərəfdəki kütlə ədədlərinin cəmi sol tərəfdəki kütlə ədədlərinin cəminə bərabər olmalıdır. Onda gəlin belə edək. Deməli, buranın ümumi kütlə ədədlərinin cəmi 8 eləyir. Burada isə kütlə ədədin biri 7-dir. 8 etməsi üçün burada 1 olmalıdır. Deməli, bu zərrəciyin kütlə ədədi 1-ə bərabərdir. Aşağıda isə yük ədədləri verilib. Bu ikisinin yük ədədi cəmi 4-dür. Buranın da cəminin 4 olması üçün deməli, bura 0 olmalıdır. X01 isə hansı zərrəcikdir? Təbii ki, bilirik ki, neutrondur. Neutronun yükü yoxdur, kütlə ədədi isə vahidə bərabərdir. Düzgün cavab olur neutron D variantı. Keçirik növbəti suala. Növbəti sualımızda bizə deyir ki, açar sözlərdən istifadə etməklə ardıcılığı müəyyənləşdirin. Yüklü zərrəciklərin nizamlı hərəkətinə biz nə deyirik? Biz elektrik cəryanı deyirik təbii ki. 5 bura gedir. Metallarda elektrik cəryanı nələrin hesabına yaranır? Təbii ki, metallarda elektrik cəryanı elektronların hesabına yaranır. Elektrolitlərdə isə elektrik cəryanı müsbət və mənfi ionların hesabına yaranır. Burada 3'ü qeyd edirik. Vakuum diodunda elektrik cəryanı biz elektronlar tərəfindən yaradıldığını bilirik. Qazlarda elektronlar müsbət və mənfi ionlar tərəfindən yaradılır. Yəni, yükdaşıyıcıları elektronlar müsbət və mənfi ionlardır. Yarımkeçircilərdə isə bilirik ki, elektronlar və deşiklərdir. Uyğun cavab variantımız olur 5, 2, 3, 2, 1, 4. Deməli, 5, 2, 3, 2, 1, 4 uyğun cavab olur A variantı. Keçirik 37-ci sualı. 37-ci sualımızda isə deyir ki, iki dayaq üzərində xəttkeşin üzərinə cisim qoyulduqda xəttkeş əyilir. Cisim tərəfindən xəttkeşə hansı qüvvə təsir göstərir? Burada biz müşahidə edirik ki, cismi dayağın üzərinə qoyan kimi dayaq deformasiya olunur. Yəni, dayaq öz formasını dəyişir. Bu da o zaman mümkündür ki, deməli, cismin belə deyək ki, dayağa təsiri nəticəsində bu baş verir. Biz də bilirik ki, cismin askıya və yaxud da dayağa təsiri çəki adlanır. Deməli, burada cismə təsir göstərən, o dayağa təsir göstərən qüvvə çəkidir. 38-ci sualına davam edirik. Deyək ki, yer səthi yaxınlığında qravitasiya sahəsinin intensivliyi 10 Newton bölünsün kiloqramdır. Yer səthindən 4 R məsafədə qravitasiya sahəsinin intensivliyi nəyə bərabər olar? Bu ifadəni müəyyənləşdirmək üçün, daha doğrusu qiyməti müəyyənləşdirmək üçün bizim belə bir ifadəmiz var. J bərabərdir, yaxud da JH bərabərdir. J0 vurulsun, R bölək, R üstə gəlinsin, H-ın kvadratı. Burada J0 yerdəki, belə deyək, qravitasiya sahəsinin intensivliyidir. Yəni, bizə bunu 10 veribdir. H hündürlükdə, yəni 4R hündürlükdə də soruşur. Gətirək yerlə qoyaq verilənləri. JH bərabərdir, 10 vurulsun, R bölünsün, R üstə gəlinsin, H-ımızın yerinə bilirik ki, 4R-dir. 4R-in kvadratı. Bərabərdir, 10 vurulsun, R bölək 5R-in kvadratı. R-lər gedər, 5-in kvadratı da eləyər 25. Burada hər iki tərəf 5-ə ixtisar getsə, 2 burada 5, cavab eləyir 0.4 Newton bölünsün kiloqram. Düzgün cavab olur B variantı. Verilmiş kütləli qurğuşunun onun aldığı miqdarından asılı qrafik verilir. Qurğuşunun yalnız əriməsinə nə qədər sağlanır. Bu qrafik ümumiyyətlə birinci belə məsələləri həll edəndə biz qrafikin hansı hissəsinin hansı prosesə uyğun olduğunu bilməliyik. Deməli, bizə nə deyir? Qurğuşunun yalnız əriməsinə sərf olunan. Deməli, burada
istilik alma prosesi baş verir. Birinci hissədə qurğuşun temperaturu 17 dərəcədən 327 dərəcəyə qədər artırılır. Bu o deməkdir ki, bərk halda olan qurğuşun burada qızdırılır. Bura qızma prosesidir. Burada baş verən proses qızma prosesidir. Yəni, soyuq halda olan qurğuşun, bərk halda olan qurğuşun qızdırılır. İkinci bu hissə, yəni temperaturun fikir verirsinizsə sabit qaldığı hissədir. Temperatur 327 dərəcədə və sabit qiymət alıb. İstilik miqdarı da 200-dən 340-a qədər artıb. Temperaturun sabit qalma prosesi isə bizdə burada ərimə prosesidir. Biz bilirik ki, ərimə prosesi zamanı cismin temperaturu sabit qalır. Eyni zamanda deməli, donma prosesi, yəni bunun əks prosesində də cismin temperaturu, sistemin temperaturu sabit qalır. Proses bitdikdən sonra artıq bu hissə, yəni ərimə prosesindən sonraki hissə isə artıq mayenin qızma hissəsidir. Mayenin qızma hissəsidir. Mayenin qızmasıdır. Bizə lazım olan hissə, bu ortadakı hissə idi ki, biz müəyyənləşdirək ki, görək hansı hissədə qurğuşun yalnız əriyib, yəni qurğuşunun əriməsi prosesi baş verib. Mənə də deyir ki, istilik miqdarı, nə qədər istilik miqdarı sərf olunub. Ərimə baxırıq ki, 200 ilə 340 kilojol arasında baş verib. Deməli, ümumi bu hissədə əriməyə sərf olunan istilik miqdarı 140 kilojolla bərabərdir. Cavab olur D variantı. Deməli, deyir ki, gücü 40 kW olan daxilyanma mühərriki 1 saatda 16 kiloqram benzin işlədir. Faydalı şəmsalını müəyyənləşdirin. Faydalı şəmsalı ETA bərabərdir. T faydalı bölünsün P tam. Vurulsun 100% ilə ifadə olunur. Yəni, biz burada ilk növbədə nə etməliyik? Baxmalıyıq ki, görək 16 kiloqram benzin yanan zaman nə qədər yanma istiliyi ayrılıb. Yəni, nə qədər istilik sərf olunub. Bunu Q bərabərdir. M vurulsun Q ifadəsini əsasən təyin edə bilərik. Deməli, mən burada nə edəcəm? M-im 16-dır. Burada yazaq. M bərabərdir 16 vurulsun. Q-müz nə qədərdir? Kiçik Q 45-dir. 45 bu megaca oldu. Megada 10^6-dır. Bunu olduğu kimi saxlayırıq. Daha sonra mən buradan nəyi tapmalıyam? Biz buradan həmçinin tapmalıyıq ki, görək bizim tam gücümüz nə qədərdir? Çünki mənə verilən bu 40 kW faydalı gücdür. P faydalı. Onda tam gücü bərabərdir. Q bölünsün T-dən. 16 vur 45 vur 10^6. Zaman da 1 saatdir. 1 saatı da 3600 saniyə kimi yazıram. Buradan 2 sıfırlar getsə, burada qalar 4. Bundan da bu 9-a ixtisar getsə, burada qalar 5. Burada qalar 9. Daha doğrusu 4, üzr istəyirəm, 4. Bundan da bu ixtisar getsə, qalar burada 20 vur 10^4. 20 vur 10^4. Bunu da mən kiloya çevirsəm, çünki məndə 40 kilovatdır. Onda yazaram 200 kilovat. Bunu da aldıq. Daha sonra gətirib yuxarıdakı ifadədə yerinə qoyuram. P faydalımız var 40-dır. 40 bölünsün. P tamımız 200'dür. 200 vuraq 100. Burada eləyəcək nə qədər? 40, daha doğrusu 20%. Deməli, cavabımız eləyir. Belə bir suala baxırıq. Deməli, deyir ki, amper qüvvəsi və Lorentz qüvvəsinin müqayisəsinə aid olan bir Eylerven diaqramlı məsələdir. Deməli, deyir ki, maqnit sahəsində hərəkət edən yüklü zərrəcəyə təsir göstərən qüvvədir. Maqnit sahəsində hərəkət edən yüklü zərrəcəyə təsir göstərən qüvvə bilirik ki, Lorentz qüvvəsidir. 1 gedir Lorentsə. 2. Deyir, maqnit sahəsindəki cəryanlı naqilə təsir göstərən qüvvə, maqnit sahəsində cəryanlı naqilə təsir göstərən qüvvə amper qüvvəsidir. İstiqaməti solal qaydası ilə təyin olunur. Bilirik ki, istiqamət hər ikisində, həm amper, həm Lorentz qüvvəsində solal qaydası ilə təyin olunur. Voltmetrin iş prinsipi bu qüvvənin təsirinə əsaslanır. Voltmetrin iş prinsipi amper qüvvəsinin təsirinə əsaslanır. Beynəlxalq vahidlər sistemində vahidi Newtondur. Bilirik ki, istənilən qüvvənin vahidi Newtondur. Ona görə də 5 ortaqdır. Deməli, 2, 4, 3, 5 və 1 düzgün cavab olur C variantı.